Hamıya yeni videodan salamlar. Realme 13 Pro Plus telefonu hakkında məlumat verin. İlk videoda kutu açılışı ve ilkin bakış eləmişdik. İzlemeyenler varsa o videonu izleyebilir. Şimdi bir müddet istifadə etdikdən sonra məlumat vermək istəyirəm. İlkin olarak dizaynına baxaq. Bence çok güzel bir dizaynı var. Evet, telefonun görünüşü premiumdu. Çok süper. Yandırma söndürme düğmesi, ses düğmesi. Orada mikrofon, ses dinamiki. Burada da hemçinin ses dinamiki, USB-C. Burada da sim kart yuvası, mikrofon. Qeyd edim ki, 2 sim kart dəstəkləyir, mikro kart dəstəklənir. Və yüz tanıma, görürsünüz yüz tanıma çok sürətli. Parmak izini de yoxlayaq. Bu da çok güzel, sürətli işləyir. İlk videoda mən qeyd eləmişdim ki, Çin versiyası telefon sifariş eləmişəm. Bir müddət istifadə etdikdən sonra mən buna global versiya yazmışam. Global ROM yox, global versiya. Global ROMlarda adətən yenilənmə gəlmir. Amma global versiya yazdıqda yenilənmə gəlir. Deməli bu telefonda Android 14 quraşdırılmışdı. Global versiya yazdıqdan sonra artıq Android 15 Realme UI 6'ya yenilənir. Ekran 6.7 inç AMOLED 120 Hz. 120 Hz dəstəkləyir. Oval ekrandır. Divar kağızları bölümündən biraz daha açıq rəngdə verir. Divar kağızı quraşdıraq. Ekran bu telefonda deyərdim ki, çok güzel, super AMOLED ekran. Görüntüsü, parlaqlığı, her bir şeyi möhtəşəm. Görürsünüz, kifayət qədər yüksək parlaqlığa malikdir. Güneş altında rahatça olan her bir şey görünür. Telefonu ayarlar bölümüne geçək. Burada onu qeyd edeyim ki, Çin versiyasında Azərbaycan dili ve Türk dili yok idi. Yalnız Rus dili, İngiliz dili ve bir neçə Avropa, Ərəb dili var idi. Global versiya yazıldıqdan sonra Azərbaycan dili, Türk dili və demək olar bütün digər dillər
əlavə edilib. Tətbiq dillərindən baxa bilərik. Dil və region. Gördüyünüz kimi region Azərbaycan seçmək mümkündür. Dildə həmçinin və digər bütün dillər var. Keçək telefon haqqında. Buradan sistem və yenilənmələrdə artıq internet hal-hazırda aktiv deyil. Amma yeni bir yenilənmə, proqram təminatı yenilənməsi var. Cihaz haqqında Realme 13 Pro Plus 5G, Realme UI 6. Snapdragon 7S Gen 2 5200 batareya, RAM 12, kameralar 32, selfie kamera 50 megapiksel plus 8 plus 50 megapiksel arxa kameralar. Həmçinin bunda burada telefoto kamerası da var. Rəsmi şəkildə artıq Google servisləri dəstəkləyir. Heç bir problem yoxdur. İşləməsini görürsünüz. Çox sürətli. Yüz tanıma çox sürətli. Tətbiqlərin açılması belə çox sürətlidir. Kimin üçün maraqlı olsa Antutu 774 min 750-800 min arasında Antutu balı yığır. Məncə bu da kifayət qədər yaxşı nəticədir. Telefon demək olar ki, heç qızmır. Bu telefonda əsas kamerasıdır. Onu kamerafon da adlandırmaq olar. Çox gözəl şəkillər çəkir, keyfiyyətli. Telefoto kamerası 3x, 6x-ə qədər görüntü keyfiyyəti itmədən şəkillər çəkir. Ümumilikdə 120x-ə qədər yaxınlaşdıra bilir. Videonun sonunda bir neçə şəkil paylaşaram. Telefonda özümüz istədiyimiz kimi buradan divar kağızlarını, həmişə görünən ekranı buradan özəlləşdirə bilərik. Bütün parametrləri dəyişə bilərik. Saatları, şəkilləri. Buradan enerjiyə qənaət edə bilərik. Hər bir şeyi bu telefonda dəyişə bilərik. Divar kağızların kifayət qədər divar kağızı yüksək keyfiyyətli formatda var. İstədiyimizi dəyişib ekrana tətbiq edə bilərik. Tətbiq edildi. Önümüz
gördüğünüz gibi çok muhteşem. Sonra ne məlumat verə bilərik? Wi-Fi-nin sürəti çox gözəl, sürətli. Tutumu da çox. Wi-Fi siqnalı da çox yaxşı götürür. Həmçinin mobil internetdə və mobil rabitədə heç bir problem yoxdur, görürsünüz. 2 sim kart istifadə olunur, ikisində də kifayət qədər set var. Səsi barədə bildirim, səs stereo, hər iki tərəfdə səs dinamikləri var, səsi yüksək və keyfiyyətlidir. Səs, yəni kifayət qədər yüksək səsi var. Biz YouTube'dan da hər hansı bir musiqi internetə qoşaraq görürsünüz, açılma sürəti də çox gözəl. Müəllif hüquqları olmayan musiqilərdən istifadə edək. Səsi də çox gözəl, stereo, yüksək, super. Məncə kifayət qədər məlumat verdim. Yəni almaq təbii ki, məsləhətlidir. Ola bilər Realme telefonları Azərbaycanda bir qədər də hələ ki populyar olmasa da, amma keyfiyyəti qiymətinə görə göstərilmiş parametrlər çox gözəl. Əla bir sözlə. Mən özüm 2020-ci ildən artıq 5 ildir Realme telefonları istifadə edirəm. Təcrübəm də kifayət qədər var, ona görə rahatlıqla deyə bilərəm ki, çox gözəl telefonlar buraxır. Yəni düşünmədən belə almağa dəyər. Google Chrome. Namaz proqramı, kamerası, geniş bucaq, belə. Bu şəkil göstərim. Görünür, məncə kameram nə dərəcədə keyfiyyəti ötürə bilir, amma görürsünüz ki, çox gözəl. Proqramların açılması yenə də sürətli.
Məncə hər bir şey barədə məlumat verdim. Çox incəliklərinə girmək istəmirəm. Çünki həm video çox uzun olur, həm də ki çox dərinliklərinə getməyin də məncə bir əhəmiyyəti yoxdur. Telefon bizə nə üçün lazımdır? Sosial şəbəkələr, kim oyunlar oynayır, oyunlar üçün. Kamerası çox gözəl. Kamerasına görə bu telefonu almağa dəyər. Hətta təkcə kamerasına görə. Hal-hazırdakı vaxtda, hətta bundan sonra 2-3 il belə bu telefon stabil şəkildə işləyəcək. Təbii ki, yanvar ayında növbəti ildə növbəti yenilənməsi olacaq. Android 16, Realme UI 7 yenilənməsi gələcək. Yəni bu qədər. Başqa nə məlumat verə bilərəm? Bir ədəd təbii ki çuxolu karabkasından çıxır. Belə bir çuxol. Keyfiyyəti də çox yaxşıdır. Sonra hal-hazırda kameralarda lensləri qoruyan şüşə vurmuşam ora. Həmçinin 2 ədəd də əlavəsi var. Bir ədəd də əlavə belə bir çuxol sifariş eləmişdim. Bunu da geyindirək. Bununla da məncə bunun da pis görünmür. Həm də daha yaxşı qoruyur kameranı. Hər tərəfli. Bu qədər. Yenə də kimə hansı məlumatlar maraqlı olsa kommentariyalarda yazsın. Məlumat verərəm. İzlədiyinizə görə hər kəsə təşəkkür edirəm. Növbəti videomuzda görüşərik.